Davam eləyək 76-cı sualdan. Deyir ki, diaqram hansı elektron cədvəl fraqmenti əsasında qurulmuşdur? Deməli, birinci Bakı 15-25, Bakı 15-25, Gəncə 25-30, Sumqayıt 35, Şirvan 15-20. Bu da hardadır? A variantında. Daha sonra sadə sual idi. Baxaq 77-ci suala. Deyir ki, K dəyişəninin qiymətini asılı olaraq ifadə edin. Tamam, yerinə ədəd qoyub yoxlayaq. Belə olan halda demişəm ki, həmişə yerinə qiymət qoyub yoxlayın. Deməli, 2K plus 1-ə qədər davam eləyir. Yəni, belə götürək də. K-ya bir 2 qiyməti desəm ki, K bərabərdir 2-yə. Onda X qiymət alacaq. Neçədən? 1-dən 2K plus 1-ə qədər. Yəni, 4 plus 1, 5-ə qədər. Onda 5-in özünü götürməyəcək. X qiymət alacaq 1, 2, 3, 4. Sonra deyir ki, deməli, R bərabərdir X plus 2-ni vurur X plus 4-ə. Burada nə deyir? Yaxşı, tutaq ki, X bərabərdir X-in 1 qiymətində. R bərabərdir X plus 2 vuraq X plus 4. Yəni, 3-ü vurur nəyə? Deməli, 3-ü vurur 5-ə. 15 bu təkdir. Elə mənə təklər lazımdır R şərtinə əsasən. R şərtində deyir ki, if şərtində deyir ki, hansı R-i 2-yə bölsəm, qalıq 1-ə bərabər olar. Yəni, qalığın 1-ə bərabər olması nə deməkdir? Bizdən təkləri istəyir. Onda nə zaman if şərti doğru olar? Təbii ki, X-in tək qiymətlərində. Misal üçün, 2-ni götürsəm, X-a 2 desəm, R bərabər olur X plus 2. Yəni, 4 vuraq 6-ya. 24-də bunda nəticəsi cütdür də. Ona görə gedib X-in tək qiymətlərini götürəcəm. 1-i götürəndə, deməli, R bərabər olacaq nəyə? X plus 2 vuraq X plus 4. Yəni, 3 vuraq 5-ə. R bərabər olacaq 15-ə. S də bərabərdir. Bu if şərtinə hə deyəcəm. S də bərabər olacaq S üstə gələk 3X-a. Yəni, 0-ın üstünə gələk S 0-dır. 0-ın üstünə gələcək 3 vuracaq 1-ə 3. S oldu 3. Daha sonra gedib X-da 2-ni götürməyəcəm. Təkdir, ödəməyəcək, cütdür, ödəməyəcək. Ona görə gedib tək olan 3-ü götürəcəm ki, nəticəm ödəsin. İndi X plus 2-ni vuracaq X plus 4-ə. Yəni, 5-i vuracaq 7-yə. O da bizə verəcək 35-i. 35 də, yəni, R bərabər olacaq 35-ə. 35 də tək olduğu üçün if şərtinə hə deyəcəm. Onda S bərabər olacaq. S-in üstünə gələcək. S-im 3-dür. 3-ün üstünə gələcək. 3 vuraq X-i. Yəni, 3 vurur 3, 9-u. Və X-in sonuncu tək qiyməti 3 idi. Yəni, 1 ilə 3-dür. 2 ilə 4-ə baxmayacam. 3 plus 9 da bizə 12-ni verir. K-ya 2 vermişdim. Nəticədə 12 aldım. Yəni, nə ifadə edir? 3K kvadratın. K 2 idi. K kvadratı olur 4. 3-ə də vursam, eləyir 12. Həqiqətən də 12-ni almışam. Ona görə düzgün cavab olacaq D variantı. Daha sonra 78-ci sual. Deyir, fayl adı ola bilməz. Fayl adında, bəli, bu simvollardan bundan əlavə böyükdür, kiçikdir işarələrinə, slashlərinə və qoşa nöqtəyə icazə yoxdur. Ona görə də burada ulduz simvolu olduğu üçün bunu götürə bilmirəm. Düzgün cavab olur Y variantı. Daha sonra 79-cu sualda deyir ki, web səhifə ilə eyni alt qovluqda olan infografik faylına istinad. Bu vav nədir? Səs faylıdır. Qrafik faylına istinad dediyi üçün istinad ehrefdən ibarətdir. IMG seyirci yanlış yazılır. seyirci, IMG seyirci yanlışdır. Yəni ehref, istinad deyirsə ehreflə olmalıdır. Burada da vav, info vavdır. Vav səs faylı olduğuna görə götürmürəm. Çünki cavab olur A variantı. Sonra baxaq 80-ci suala. Deməli, 80-ci sualda nə deyir? Buradan deməli, state exam center 5-dən axıra qədər find A-nın nömrəsi. Yaxşı, gəlin nömrələsək bunu. 5-dən sona qədər. 0, 1, 2, 3, 4. Hə, 5 gəlir boşluğa düşür. 5 gəlir boşluğa düşür nömrələsəz. İndi buradan bu tərəfə 0-dan başlayıb nömrələyəcək. 0, 1, 2. Yox, burada 5-dən başladı. Mən 5-dən başlamadım. 5 gəlir boşluğa düşür. Yəni, buradan başlayıb nömrələyəcək. 0, 1, 2, 3. Nəticədə A-nın nömrəsi gəlir 3-ə düşür.
Bir dəfə də deyirəm bunu. Bura qədər oldu 5-ə qədər. 5-dən deyir axıra qədər götür. Yəni 5-dən sona qədər A-nı axtar. Bu da ki 5 buradadır da. 5-dən başlayırsa buradan başlayacağım. 0, 1, 2, 3. A-nın belə deyək, find A-nın nömrəsi gəlir çıxır 3-ə. Yaxşı. Sonra deyir ki s.find A-nı axtar. Hə, S sətrində 0, 1, 2 gəlir düşür 2-yə. Burada da deyir ki C-də deməli S3-dən sona qədər götür. Yaxşı, gedək 3-dən sona qədər götürək. Deməli 0, 1, 2, 3. 3-dən sona qədər götürsəm, budur da T exam center. Aha. Burada mənə deyir ki A-nı axtar 6-14 aralığında. 4, 5, 6. 6 gəlir Y-yə düşür. Onda belə deyim də T-Y-dən başlayanda, hə, belə deyim də, mən artıq T-Y-dən başlayacağam. Yəni, baxın, bu sətirdən T-Y-dən başlayacağam. Mən bunu artıq 0-dan başlayıb nömrələməliyəm. Yəni, 0, 1, 2, 3, 4, 5. Burada A-nın nömrəsi gəlir düşür 5-ə. Da find axtar, 5-də gəlir axtar. Sonra split neyini? Split sətri siyahıya çevirir bilirsiniz və götürəcək bunları tək-tək, belə deyim də, state, state, siyahıda yazacaq. Exam, çentə, bunları bu formada tək-tək siyahıda yazacaq. Yəni, sətri siyahıya çevirir. Və nəticədə 3 dənə elementi olacaq siyahının. İndi deyək ki, A-nı vur B-yə, vur C-yə. A-nı tapmışıq 3, B-ni tapdıq 2, C-ni tapdıq 5. 6, 6-nı da 5-ə vursam 30. 30-un da deyir üstünə gəl, len K-nı. Da bu split eləmişəm, K-sı 3 olacaq da. State, exam, center. Tək-tək götürür deyə K-sı 3 olur. Nəticədə düzgün cavabım olacaq 33 Y variantı. Bu 80-ci sualı idi. Daha sonra 81-ci suala baxaq. Deməli, burada nə deyir? K təpəsindən keçməklə A təpəsindən M təpəsindən neçə müxtəlif yolu? Hə, deyir ki, K təpəsindən keçməklə. K təpəsindən keçməklə isə K təpəsinə getməyən yollar. Bu yol K-dan keçmir, bu yol K-dan keçmir. Yəni, bunlar mənə lazım deyil də, bağlayacağım. Sonra bu yol K-dan keçmir. Ona görə bunları bağlayacağım. Aha, indi tapa bilərəm. Deməli, A-dan 1 ilə çıxır, B-yə 1 ilə gəlir. Onda B-dən çıxanlara da 1 yazacağım. A-dan çıxanlara da 1 yazıram. Sonra baxıram C-yə. C-yə ikisi gəlir. Ona görə C-dən çıxanlara 2 yazıram. Baxıram Y-yə. Y-yə ikisi gəlir. Ona görə Y-dən çıxana 2 yazacağım. Bu hissəyə. Y-yə, yox, bu yolu götürməliyəm. Çünki bu yol gələcək. Bu yol gələcək, bizi aparacaq, deməli K-ya gətirəcək. Ona görə mən Y-yə gedən bu bir yolu da yazıram. Onun üçün Y-yə gələn 1 buradan, 2 buradan 3-dür. Y-dən çıxana da 3 yazmalıyam. K-ya gələn 3 buradan gəlir, 2 buradan. Ona görə K-dan çıxanlara 3, 2, 5 yazmalıyam. 5 yazdım K-dan çıxanlara. Burada 5 yazacağım. Daha sonra baxıram S-ə. S-ə bu yol K-dan gəlmədiyi üçün götürməyəcəm. S-ə 5-i gəlir, S-dən çıxanı da 5 yazacağım. Buradan da K-dan F-ə 5-i gəlir, F-dən çıxanı da 5 yazacağım. Nəticədə M-ə gəldim. Deməli 5, 5, 5, 15 dənə yol. Düzgün cavab olacaq D variantı. Sonra davam eləyək. Bu neçə idi? Hə, 81 idi, bu 82-dir. Davam eləyək 82-ci sualına. Aha. Deyir ki, alqoritm icrasından sonra çıxışa veriləcək qiyməti müəyyən edin. Əslində, dövrə gedib də tapmaq olar, qısa formada da tapmaq olar. İndi gəlin, çalışaq ki, qısa həll eləyək. Yəni, dövrə geçsəz də tapa bilərsiniz. Qısa formada yazsaq. Deməli, baxıram ki, A-nın başlanğıc qiyməti 43-dür. Və 43-dən hər dəfə neyinir? 2-ni çıxır. Onda mən bura bir K dəfə dövr desəm, yəni bir K dövr desəm, onda deyərəm ki, A-nın başlanğıc qiyməti 43-dür. 43-dən hər dəfə 2K-nı çıxır. Yəni, bilmirəm nə qədər 2 çıxacaq. Ta ki, o böyük olmalıdır N-ə. N-in də başlanğıc qiyməti 28-dir və hər dəfə üstünə 3-ü gəlir. Yəni, bürünüb 3K-nı gəlir. 28 üstə gələk 3K. Bu böyük olmalıdır. Buna mən artıq yox deməliyəm. Da dövrdən çıxmaq üçün yox deməliyəm. İndi burada bu məndə oldu A-nın qiyməti, bu da məndə oldu N-in qiyməti. K-nı tapa bilərəm. 5K bərabər olacaq. Deməli, nəyə? 5K bərabər olacaq
Bundan bunu çıxsam 15-ə, k da bərabər olacaq 3-ə. Deməli, dövrlərin sayını tapdım 3. İndi gedib A-nı tapa bilərəm. 43-dən çıxsam 2k-nı, yəni 6-nı, 37-ni verəcək. Deməli, A bərabər olacaq 37-yə. N də bərabər olacaq. Nə deyir burada? 28-in üstünə gəl 3k-nı, yəni 9-u. 28 9 37. Hə, 37 böyüdür 37-yə yox deyib dövrdən çıxacağam. Yəni A-nın da qiyməti 37 olacaq, N-in də qiyməti 37 olacaq. Yox deyib dövrdən çıxanda deyir ki, N bərabərdir N plus 3. Onda N bərabər olacaq 37 plus 3 40-a. A da bərabər olacaq 37 minus 2. Yəni 35-ə. Sonra burada deyir ki, N bərabərdir A-ya. Deyirəm, yox. Onda deyir ki, Y bərabərdir N plus A-ya. 40-dan da 35-i cəmləyirəm. 75. Düzgün cavab olur A variantı 75. Sonra bu 82 idi bizdə. Daha sonra davam eləyək 83-cü sualla. Bir dənə bunu da belə eləyək. Aha. Burada da deyir ki, deməli, alqoritmin yerinə yetirilməsi nəticəsində çıxışı 667 ədədi verilmişdirsə, n dəyişəninin deməli, girişə verilə biləcək qiymətlərinin bizdən nəyini istəyir? Qiymətlərinin cəmini istəyir. İndi belə eləyək. Dövr sayını tapaq. Əvvəlcə dövr sayını tapmaqla gedək. Baxıram ki, nə qədər ki, n kiçik bərabərdirsə, y deyir. Onda y-nin başlanğıc qiyməti 567-dir. Nə zaman dövrdən çıxar? Yox deyəndə. Yəni, ən sonda 667 alanda. Onda mən bura 667 almalıyam dövrdən çıxanda. Onda y-nin başlanğıc qiyməti də 567-dirsə, dövr sayını tapsam, yəni 567 üstə gələk. Bura bir k dövr desəm, üstünə hər dəfə neçəni gəlir? 20-ni gəlir. Yəni, neçədən 20-ni gəlməliyəm ki, bərabər olsun. Nə zaman dövrdən çıxıb? Hansı qiymətində? 667 qiymətində dövrdən çıxıb. Bərabər olsun 667-yə. Buradan 20k bərabər olacaq. Deməli, 100-ə. K da bərabər olacaq 5-ə. Deməli, dövrüm 5 dövr davam edib. Əslində 5 dövr gedib də yaza bilərsiniz bunu yenə. Qısa formada baxaq. İndi k-nı 5 tapdımsa, yəni dövr sayını 5 tapdım. İndi gedib mən nə zaman dövrdən çıxacağı qiyməti tapa bilərəm. Deyir ki, n kiçik bərabərdir y-yə yox deməliyəm. N-in başlanğıc qiymətini bilmirəm. Yəni, n-in üstünə gəlməliyəm. Dövr sayını 5 tapdım. Hər dəfə baxın, n 24 artır. Yəni, 5 dənə 24-ü gəlsəm neçə eləyər? 120. N üstə gələk 120. Kiçik bərabərdir e-yə. Yəni, y-nin də nəticəsi 567-dir də. Burada 567 yox, hə, dövrdən çıxış qiyməti 667, yəni sonda 667 qiymətini alıb yox deyəndə. Onda n plus 120 kiçik bərabərdir 667-yə nə deməliyəm? Yox deməliyəm ki, dövrdən çıxsın 667-ni çap eləsin. Onda buradan n-ə neçə taparam? 147 qoysam, hə deyərəm. Ancaq yox deməliyəm. Ona görə 147 ödəməz. 147 yox, 547. 147 nə idi? 547 ödəməz. Ona görə də mən bunu 548 götürərəm. Dediyim kimi. Çünki 547 qoysam, hə deyərəm, ödəməz. 548 götürərəm, ancaq mənə sualda deyir ki, n dəyişənin girişə verilə biləcək. 548-dən baxıram ki, burada dövr fərqi neçədir? 4-dür də. Aradakı dövr fərqi 4-dür. Yəni, mən 548-dən götürə bilərəm 548-i, 49-u, 50-ni, 51-i. Yəni, aradakı dövr fərqi 4 olduğuna görə də artıq 5-ci qiyməti götürə bilmərəm. Yəni, 548 plus 549 plus 550 üstə gələ 551. Nəticədə bunun cavabı olacaq neçə? 2198. Bu da belə. Deməli, bu neçənci sual oldu? 83-cü sual. Deməli, düzgün cavab oldu 2198. Daha sonra davam eləyək burada 84-cü sualla.
84-cü sualda bizdən nə istəyir? Deməli, onluq say sistemində verilmiş 40 vuraq 16 üstü 40 ədədinin 8-lik say sistemindəki təsvirinin neçə rəqəmli olduğunu müəyyən edin. Aha. Deməli, 40 vuraq 16 üstü 40-dır. 40-ı yazacağım 8 vuraq 5 kimi. 8-i də yazacağım 2 üstü 3 kimi. Yəni 5 vuraq 2 üstü 3. Bunu da vuracağım 16 üstü 40. 16'nı yazacağım 2 üstü 4. Onun da üstü 40. Bu da bizə verəcək 5 vuraq. Deməli 4'ü 40'a vursam 160. Qarşıda da 3'üm 163. 5 vuraq 2 üstü 163. İndi bu bizə verəcək 5 vuraq. Deməli 2 üstü 163'dən neyniyərəm? 2 üstü 8'lik dediyinə görə 3'ü ayıraram. 163'ü də 3'ə bölsəm neçə verər? 54'ü verər. Ancaq 54'ü 3'ə vursam 162'dir. Qarşıda bir dənə 2 var. Bu formada əmsal tamamlanacaq. İndi bu da neçəni verir? 5'i də vururam 2'yə 10. 10 vuraq 2 üstü deməli 8 üstü belə deyək də 2 üstü 8'dir. 10 vuraq 8 üstü 54'ü verəcək. İndi 54'ü kiçildirəm sizin üçün. İndi bunu baxanda düzdür, görmək olur ki 56 rəqəmli ədəddir. Amma görməyənlər üçün deyirəm ki, tutaq ki 10 vuraq 8 üstü 54 olmasın, 8 üstü tutaq ki 3 olsun. Bu nə deməkdir? Bir yanında 3 dənə 0 deməkdir də. Yəni bunun əmsalı 1'dir qarşıdakı əmsal. İndi deməli bir yanında 3 dənə 0 vuraq 10. Bax bu neçə rəqəmli olar? Deyirsiniz ki 5 rəqəmlidir də. Lap alt-alta vursam 0 0 0 yenə 0 0 0 1. Baxın 5 rəqəmli bir ədəd eləyir. Ona görə deyəcəm ki bu da 54 dənə 0 buradadır, 1 0 da buradadır. Yəni 56 rəqəmli ədəd eləyəcək. Ona görə 84'də düzgün cavab olacaq 56. Daha sonra davam edək 85-ci sualla. Deməli 85-ci sualda deyir ki, proqramın nəticəsinin 72 olduğu məlumdursa, n-in girişə verilə biləcək natural qiymətlərin cəmini tapın. Aha, deməli import məhz riyazi funksiyadır. Pi olduğuna görə qarşıda bir import məhz yazmalıdırlar ki, riyazi olaraq pi-ni daxil edə bilsinlər. Deməli deyir ki, burada 72 almalıyam. Aha, gəlin görək nə baş verir. Int məhz pi. Pi 3 tam %14'dür. Deməli tam hissəsi bizə 3 verəcək. Geçək buradan 3'ü götürdü. K bərabərdir. Deyir ki n üstü 0,5 yəni kök alır da. N'dən kök alacaq. Yəni K bərabər olacaq kök altında da. Bundan nəzərimizdə saxlayaq ki kök alır. İndi deyir ki n-i 2'yə böləndə qalıq 1'ə bərabərdirsə, yəni təkdirsə, onda k-nı vur, yəni kök altında olsun n. Deyək də buna. Çünki n-dən kök alır axı. Nəysə də kök altında n-i vur, deməli 3'ə, bir də vur 5'ə. Ümumiyyətlə bu k-nı bilmirəm. K olaraq saxlayacağım bunu. Ay dəyişəni bizdə 3'dür. 3'ü də 5'ə vursam 15. Yəni buna deyək 15n. N deməyək k deyək. İndi burada dəyişən k-dır axı. Onda bu kök altında n yox k götürək. Ki dəyişən olaraq problem olmasın. Hə. 15k. İndi else-də nə deyir? Əgər təkdə ödənməsə, cütə düşsə, yəni else hissəsində k-nı vursun. Deməli ay bizdə dedik 3'dür. 3'ü vursun 6'ya 18. Bu da 18k-dır. Yaxşı. İndi mən belə deyək. 72'ni necə alaram? 72'ni necə alaram? 18'ə bölsəm 4 alaram. 72'ni 18'ə bölsəm 4 alaram. Ancaq 15'ə tam bölünmür. Aha. 72'ni 18'ə böləndə 4 alıram. Sonda mənə deyir ki 72 olduğu məlumdursa. Onda 72 bölü 18 bərabərdir 4. Hə. Deməli mən k-ya, k kökdən 4 çıxıb. Hansısa qiymətlərin deyir özdə. Verilə biləcək tək bir qiymət deyil ha, bir neçə qiymət. Yəni kökdən 4 çıxan qiymətləri tapmalıyam mən. Və düşünün ki else qolu ilə gəldim. Yəni
cütlərlə gəldim də, belə deyək. Çünki eyni 2-yə böləndə deyir qalıq 1-ə bərabərdir. Bu hissə təkdir məndə. Mən S qoluna düşdümsə, deməli cütlərlə gəldim. Təklərlə yox, cütlərlə. İndi kök altında belə deyim də, tam ədəd olaraq mən hansı ədədlərdən kök ala bilərəm? Neçədən başlayaram elə bil? 15-dən 4 çıxmaz. 3 tam nə qədərsə. 16-dan 4 çıxar. 17-dən 4 çıxar. 18-dən də çıxar. 19-dan da çıxar. 20-dən də çıxar. 21-dən də, 22-dən də, 23-də, 24-də, 25-dən çıxmaz. 25-dən 5 çıxar. İndi mən S qoluna gəldimsə, gedib nə etməliyəm? Buradan gedib cütləri götürməliyəm. S qolu ilə gəldim. Ona görə 16 plus 18 plus 20 plus 22 plus 24. Bu da neçə verəcək? Deməli, 20, o da 22. Ümumiyyətlə 3 dənə 20. 60, 62, bu da 4, 66, bu da 16. 82, bu da 18. Deməli. Bu da eləyər 100. Və son tapdım ki, düz nəticəm olacaq 100. Deməli, məndən nə istirdim? Enin girişə verilə biləcək natural qiymətlərinin cəmini istirdi. Düzgün cavab oldu 100. Daha sonra davam edək 86-cı sualına. 86-cı sualda deyir ki, proqramın icrası nəticəsində 5 ədədinin çapa verilməsi üçün n dəyişənin daxil edilə biləcək ən kiçik natural qiymətlərinin rəqəmləri cəmini müəyyən edin. Yaxşı, bunu belə düşünək ki, deməli, nə istəyir? N-i deyir 16-ya böləndə qalıq 3-dən böyük olmalıdır. Yəni, elə bir ədəd götürməliyəm ki, 16-ya böləndə ümumiyyətlə dövrü tapsam, baxın, K 2-dən başlayıb və sonda K dəyişəninin deyir ki, 5 qiymətidir. Sonda print qaldı 5 çapa gedib. 2-dən başlayıb 5 çapa gedibsə, deməli, bu dövrüm 3 dəfə yerinə yetirilib. Yəni, dövr 3 dəfə təkrarlanıb. Yəni, mən 4-cü dövrdə belə deyim də, yox deyib çıxacam while-a. Birinci addımda mən belə deyim də, nə zaman buna hə deyərəm bu while hissəsinə? Deyirsiniz ki, bu nəticəm 0, 1, 2 olanda. Yəni, mən while-a bu 0, 1, 2, 0, 1, 2 olanda yox deyərəm. Yəni, 3-dən böyük qiyməti, belə deyim də, 4, 5, 6. Yəni, bu zaman mən while-a hə deyib dövrə daxil olaram. İndi əgər sondan başlayası olsaq, çünki burada n-i hər dəfə 16-ya bölür, 16-ya bölüb tam ədədini götürür. İndi misal üçün n-i 0 olaraq düşünsəm, 0-dan başlasam, çünki 0 böyük deyil də üstə, yəni son addımda düşünsəm ki, n sıfırlanıb, çünki burada hər dəfə n-in 16-ya bölüb tam ədədi götürür, dövr kiçilir. Sondan belə deyək də, ikinci addımda, sonuncu addımda 0 desəm n-ə, sondan ikinci addımda n-ə 4 desəm, onda belə deyim də, 16-ya hər dəfə belə deyək, bölə-bölə gedir axı. Onda 4-ü vursam 16-ya, bir də üstünə gəlsəm, qalıq söhbətinə görə, burada qalıq da var axı, bir də üstünə gəlsəm 4-ü, bu verəcək 68-i. Bu 68-i verəcək. Və 4-cü dövrdə artıq, belə deyim də, dövrdən çıxması üçün, onda demək ki, 68-i 16-ya bölüb, tam ədəd olaraq, baxın, 4 olub, 68-i 16-ya böləndə tam ədədim 4-də axı, 4-də qalıq qalıb və 3-dən böyük olub. İndi deməli, 68-i, belə deyək, 16-ya bölübsə mən vuracam. Vuracam 16-ya, bir də qalıq söhbətinə görə üstünə 4-ü gələcəm. Nəticədə mənə neçən verəcək bu? Deməli, bircə dəqiqə 68-i vursam 16-ya, üstünə gəlsəm 4-ü, 1092-ni verəcək. Deməli, 1092-ni verəcək. İndi baxın sondan əvvələ gələndə 1092-ni bölsəm 16-ya 68 dəfə belə deyim də
68 ilə də dövrə girəndə deyəcək 68-i 16-ya böləndə qalığım 4 qalır axı. Böyüdümü 3-dən? Hə deyəcək. İndi yerinə qoyub yoxlasaq, gəlin həmin bu tapdığımız 1092-ni yerinə qoyub yoxlayaq bir dənə. Görə həqiqətən də ödəyirmi? Baxın, birinci dövrdə deyirəm ki, 1092-ni böləcəm 16-ya. Qalığım böyüdüm 3-dən. Qalıq 4 qalır. Həqiqətən də 4 3-dən böyüdü. Ümumiyyətlə, hər dəfə qalıq bölə-bölə gedəndə qalıqda mən 4 alacam. Məsələ burasındadır. Böləcəm 16-ya deyəcəm böyükdür. K bərabər olacaq 1, 2 idi. K olacaq 3. Sonra hər dəfə bu 1092-dir də 16-ya bölsəm, bu mənə verəcək 68-i. 68-i verəcək. Sonra ikinci dövrdə deməli 68-i 16-ya bölsəm tam hissəm qalığım neçə qalacaq? 68 deməli faiz 16 qalığım qalacaq 4. Düzdürmü? 4 də böyüdü 3-dən. Yenə buna hə deyəcəm. K bərabər olacaq 4-ə. Onda M bərabər olacaq 68-i 16-ya bölsəm tam hissəm 4-dür. Daha sonra 4-ü 16-ya böləndə qalığım da 4-ün özüdür deyə 4 böyüdür 3-ə yenə hə deyəcək. 4 faiz 16 böyüdümü 3-ə yenə hə deyəcək. Çünki qalığım elə 4-dür. Və dövrə düşüb K bərabər olacaq 5-ə. İndi burada 4-ü 16-ya bölən nəticəm 0-dır. Mən ona görə başda sizə dedim ki, n bərabər 0 olmalıdır da ki, dövrdən çıxsın. Yəni 0 olanda 0 böyüdür. Yəni 0-ı 16-ya böləndə qalığım elə 0-dır. Da böyüdür 3-dən. Yox deyib dövrdən çıxacaq. Və nəticədə həqiqətən də gördüm ki, yəni daxil etdiyim o ən kiçik ədəd oldu 1092. Məndən də nə istəyirdi? Rəqəmləri cəmini istəyirdi. Bu da verəcək 12-ni. Deməli, rəqəmləri cəmi də 12 imiş. Daha sonra davam eləyək burada 87-ci sualla. Aha. 87-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. C1-dən C7-yə qədər bizdən ümumiyyətlə xana sayını istəyir. Aha. C1-dən C7-yə qədər bir dənə xanadır. Xana sayı necə tapırıq? Sətri üstünə vurmaqla. Burada da sətir sayı 7-dən 1 çıxdım, 6 plus 1, 7. 7 sətir var. Deməli, 7 dənə də xana var. Ona görə 1-ə gedəcək burada. Aha, D variantı. B2-dən D6-ya. B, C, D. 3 dənə nə var? Sütun var. 3 vuraq. 6-dan 2 çıxdım, 4. Üstünə 1 gəldim, 5. 3 vuraq, 5. 15 xana burada var. Onda 2-yə gedəcək A. Daha sonra B3-dən D4-ə yenə B, C, D. 3 dənə sütun var. 3-dən 4-ə də 2 dənə belə deyək də sətir var. 3-dən 4. Onda bunu da 2-yə vursam 6 eləyir. Ona görə 3-ə də gedəcək Y. Yəni 1D, 2A, 3D Y. Düzgün cavab olacaq bu formada. Belə.